أشهد أن محمدًا رسول الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار قال رسول الله صلى الله عليه وسلم تفكر ساعة خير من قيام ليلة. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı təqvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan getməyi tövsiye edirəm. Etdiyim nəsihətlər öncə özmə, sonra siz değerli qardaşlarımadır. Əziz müsəlmanlar, Allah-u Teala insana değer vererek fərqli nemətlər bəxş edib. Lütf etdiyi en böyük nemətlərdən biri də ağıldır. Ağıl haqqı batildən, doğrunu yanlışdan, faydalı olanı zərərli olandan ayrıb etməmiz üçün bizə ehsan edilmiş üstün bir nemətdir. Ağlın meyvəsi isə təfəkkürdür, düşünməkdir. Təfəkkür həqiqəti anlamaqdır. Məhz bugünkü xütbəmiz təfəkkürün faydası ilə bağlı olacaq. Bizlər təfəkkür edərək yaradılış qayəmizi, Allaha qulluğun vacibliyini, vaxtın qiymətini və salih əməlin dəyərini idrak edirik. Kainatdakı bənzərsiz və saysız nemətləri də dərk edirik. Göylərin və yerin, dağların və dənizlərin, ay və günəşin, bilinən və bilinməyən gözəlliklərin yaradılışındakı hikməti qavrayırıq. Həmçinin əgər layiqincə təfəkkür etsək, hər bir hadisəyə ibrət nəzəri ilə baxar, dərs çıxarar, payımıza düşən öhdəliyi götürərik. Değerli müminlər, Allah-u Teala Kur'an-ı Kerim'in birçok yerində düşünməzsinizmi? Düşünənlər üçün dəlillər vardır. Baxmazsınızmı? İfadeləri ilə müminləri təfəkkürə dəvət edir. Gəlin bu ayetlərdən bəzilərini qəlb qulağı ilə dinləyib təfəkkür edək. Allah-u Teala buyurur ki, məgər onlar başlarının üstündəki göyə baxıb, onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi? Eləcə də yeri necə döşədiyimizi, hamarlayıb düzəltdiyimizi, orada möhkəm duran dağları yaratdığımızı, hər cür gözəl növdən meyvə yetiştirdiyimizi görmürlərmi? Başqa bir ayət kərmədə isə buyurulur, məgər Allahın göydən yağış indirib, onu yer üzündəki çeşmələri axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çöl-çöpə döndərir. Həqiqətən bunda ağıl sahibləri üçün ibrət vardır. Digər bir ayət şərifdə isə bəs içdiyiniz suya nə deyirsiniz? Onu bulutdan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik onu acı bir su edərdik. Elə isə Allahın nemətlərinə şükür etmirsiniz. Bəs yaş ağacdan yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa biz? Başqa bir ayətdə isə bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik onu bir saman çöpünə döndərər, siz də məəttəl qalıb deyərdiniz. Biz ziyana uğramış, bəlkə hələ ruzidən də məhrum olmuş kimsələrik. Diqqət etsəniz,
Ayet-i kerimelərdə insanı düşünməyə vadar edən mühüm məqamlar işarə olunur. Düşünənlər üçün yaradılan hər şeydə Allahın möcüzəsini görmək və onun böyüklüyünü idrak etmək mümkündür. Düşünməyənlər isə çox vaxt gözlərinin önündəkilərini belə görməyə acizdirlər. Rəbbimiz bu mənada Yusuf surəsinin 105-ci ayəsində buyurur ki, göylərdə və yerdə neçə əlamətlər, nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər, onlara baxıb ibrət almazlar, onlar həqiqi mənaları haqqında da düşünməzlər. Rasulullah sallallahu aleyhi və səlləm öz nəsiyyətlərində də təfəkkürün əhəmiyyətini, faydalarının üstünlüyünü bizə xəbər verir. Tabiundan böyüklərdən olan Ata bin Əbi Rabah rahməhullah belə nəql edir. Həzrət Ayşə radiyallahu anhaya Allah Rasulunda gördüyün ən təəccübləndirici hadisəni mənə xəbər verərsənmi? Deyə sual etdim. Ayşə anamız onun hansı halı təəccübləndirici deyildi ki, dedi və belə davam etdi. Bir gecə yanıma gəldi. Gecənin yarısından sonra ibadət üçün qalxdı, dəstəmaz aldı. Sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşları köksünə qədər axırdı. Bu hal ta ki Bilal gəlib sübh azanını oxuyana qədər davam etdi. Bilal radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin ağladığını görüncə, ey Allahın Rasulü, keçmiş və gələcək bütün günahların bağışlandığı halda səni ağladan şey nədir? Deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm, Allaha çox şükür edən bir bəndə olmayınmı? Ey Bilal, Allaha and olsun, bu gecə mənə elə bir ayə indirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərin vay halına, dedi və Ali İmran surəsinin 190-191-ci ayətlərini oxudu. Bismillahirrahmanirrahim. İnnə fī xalqis səmavati vəl-ardi və ixtilafil leyli vən-nəhari ləayətin liulil əlbəb. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün Allahın varlığını, qüdrətini, kəmalını və əzəmətini sübut edən açıq dəlillər vardır. Əl-ləzīne yədkurun Allaha qiyaman və qu'udan və alə cunubihim və yetefəkkərun fi xalqis səmavati vəl-ard. Rabbana ma xalaqta həzə badilə, subhanəkə fəqinə əzəbən-nər. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər, ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan, sən pak və müqəddəssən, bizi cəhənnəm odunun əzabından qoru. Bişri Xəfi Həzrətləri bu ayətin təfsirində deyir ki, insanlar uca Allahın əzəməti haqqında təfəkkür etsələr, ona üsyan etməz, günah işləməzlər. Möhtərəm cəmaat, Rasulullah sallallahu aleyhi və səlləm bir başqa nəsiyyətində yenə də bu əməlin üstünlüyünə diqqət çəkərək buyurur. Təfəkkürü saətin xayrun min qiyami leylə. Bir saat təfəkkür etmək gecə ibadətindən daha xeyirlidir. Möhtərəm müsəlmanlar, unutmayaq, təfəkkür edən bir insan ilk növbədə Rəbbini tanıyar, yaradılış məqsədini anlayar, yaradana və həqiqi nemət sahibinə şükür etməsini bilər, ondan gələn hər şeyi gözəl görər, dünyaya bel bağlamaz, onun razılığı üçün iş görər, öz dünyasını və axirətini abad edər.